Elhamdülillah. İnnel hamdalillah. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve netubu ileyh. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ve ehl-i beyti ecmaîn. Ve na'ûzu billahi min şurûri enfusina ve min seyyiâti a'mâlina. Men yehdihillahu felâ mudille leh ve men yudlil felâ hâdiye leh. Neşhedü en la ilahe illallah vahdehu la şerîke leh. Ve neşhedü enne seyyidena Muhammeden abduhu ve resuluhu. Amma ba'd, feya ibadallah, ittaqullaha ve ati'uh. İnnallaha ma'allezine ettekav vellezinehum muhsinun. Kâle Allahu Teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu tubu ilallahi ve tevbeten nasuha. Sadakallahul azim. Möhtərəm müsəlmanlar, tövbə günahlar səbəbilə insan şəxsiyyətinin hesablaşması və insanın özünü mənəvi cəhətdən yeniləməsidir. Tövbə insanın günahını etiraf etməsi, günahından peşman olması, günahları Allahdan başqa kimsənin bağışlamayacağını bilməsi, Allahın sonsuz rəhmətinə güvənməsidir. Bu mənada tövbə Allahın qəzəbindən lütfünə, hesabından rəhmət və mərhəmətinə sığınma deməkdir. Həmçinin tövbə, Həzrəti Adəmlə başlamış, nəfs və şeytana qarşı qulluğun bir nümunəsi olaraq qiyamətə qədər davam edəcəkdir. Allah Teala Quranda belə buyurmuşdur: Ey iman edənlər, nasuh tövbə ilə Allaha tövbə edin. Deməli, hər insan mütləq xəta edə bilər. Lakin xəta edənlərin ən xeyirlisi isə xətalarını tez tövbə edəndir. Xütbəmin əvvəlində oxuduğum ayədə Allah Teala nasuh tövbəni tövsiyə edir. Nasuh kəlməsi ixlaslı və səmimi bir tövbə mənasını daşıdığı kimi yönləndirici mənasını verməkdədir. Bilavasitə, səmimi tövbə tam mənası ilə peşman olma və bir daha peşman olduğu işə dönməmək şərti ilə insanın özünü təmizləməsi və düzəltməsi mənasını əhatə etməkdədir. O halda qul günah ilə mənəvi cəhətdən kirlənərkən tövbə ilə də təmizlənir. Möhtərəm qardaşlar, tövbə şeytanın insanın üzərindəki hakimiyyətinin sona çatmasını və insanın həqiqi azadlığa qovuşmasını ifadə edir. Günah, nəfsin və şeytanın insanı aldatması, tövbə ilə iradənin azğın nəfsə və şeytana zərbə vurmasıdır. Deməli, tövbə, insandakı günahların meydana gətirdiyi qərarın gözəlləşdirilməsi, cəhdinin nümunəsi olub, sadəcə axan qanın saxlamağa istiqamətləndirilən müvəqqəti sarğı olmamalıdır. Ələl-xüsus, tövbə insanın batindən və zahirindən təmizlənməsi və kamilləşməsi deməkdir. Bu halda tövbə xəstəlikdən bir dəfəlik qurtulmağa və yaranın heç izi qalmayacaq şəkildə kökünü məhv etməyə doğru bir müalicədir. Həmçinin insanın şərə qarşı meyillərini hərəkətə gətirərək günahı gözəl və günahsız göstərməyə çalışır. Lakin ağıllı və iradəsi güclü bir insan bu aldatmaya və tələyə düşməz. Şərə qarşı meyillərin kəsilməsi tövbə istiğfarla mümkündür. Resulullah sallallahu aleyhi və səlləm bir hədisində Allah öz qulunun tövbəsinə, dəvəsini itirmiş və onu xeyli axtardıqdan sonra tapan insanın sevindiyindən daha çox sevinir buyurur. Dəyərli qardaşlar, tövbə edilməyən günahlar müalicə olunmayan xəstəliklərə bənzəyir. Necə ki, müalicə olunmayan xəstəliklərin izi qalır və bir müddət sonra insanın ruhuna sarılaraq xərçəng kimi amansız, çarəsiz hala gələ bilir. Bu haqda kiçik də olsa, günahlar önəmsizləşməməlidir. Hətta bir rəvayətdə tövbə edilən heç bir günahın böyük qalmadığı, israrla işlənən heç bir günahın da kiçik qalmadığı deyilir. Günah fitrətini imtihan üçün yaradan Allah Teala tövbə imkanını da ehsan edərək qullarına rəhmətinin genişliyini göstərir. Peyğəmbər sallallahu aleyhi və səlləm
Günahından tövbə edən günahsız kimidir buyurarak Allah Taala'nın geniş rəhmətinə işarə edir. Değerli kardeşler, Rabbimiz ona şirk koşmağın haricindeki bütün günahları bağışlayacağını bildirərək tövbə edənlərin tövbəsini qəbul edəcəyini vəd edir. Tövbənin məqbul olması üçün bu şərtlərin yerinə yetirilməsi önəmlidir. Günahlardan ötürü peşmançılıq hissi keçirmək, qul haqqı ilə əlaqəli günahları da haqq sahibinə təslim etmək, səmimi bir şəkildə bir daha o günahı etməməyə söz vermək, bir daha o günahı etməmək. Möhtərəm qardaşlar, bəzi cəmaatlar cümə axşamları və ya xüsusi gecələrdə cəmaat halında tövbə və istiğfarla kifayətlənirlər ki, bu ənənələr də bizi qəflətə aparır. Çünki həqiqi və məqbul tövbə yalnız bu cür mərasimlərdə iştirak etməklə deyil, əksinə hər dəfə işlənən günahlara bir daha dönməməklə gerçəkləşir. Quranda ifadə olan nasuh tövbə, etmiş olduğu bir xətadan dolayı özünü dirəyə bağlayan, yeməyən, içməyən Əbu Lübabə kimi insanların etdiyi tövbədir. Təbük səfərinə qatıla bilməyən Kəb bin Malik, Hilal bin Ümeyyə və Mürarə ibn Rəbi kimi sahabələrin günlərcə gözyaşı tökdüyü tövbədir. Allah Taala Muhammed ümmətinin tövbələrini qəbul etsin. Amin. Möhtərəm cəmaat, məscidimiz sizin məscidə etdiyiniz yardımlarla fəaliyyətini davam edir inşallah. Və məscidimizdə işləyən və məscidimizə alınan bütün məscid üçün xərclənən qarşılamalar hamısı sizin yardımlarınızla təmin edilir. Allah bütün mömin qardaşlarımızın mallarına bərəkət versin. Allah onların yardımlarını daim etsin. Yardımlarınızla məscidimizi unutmayın inşallah. Ələ innə əhsənəl kəlam və əbləğən nizam kelamullahi məlikil azizil allam kəmə qaləallahu təbarəkə və teala fi kəlam və izə quliyəl Qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə dinə indəllahil İslam. Sadaqallahul azim.